bir neçə il ərzində biz təlim məşq toplanışları regionda, Göygöldə, Goranboyda keçirmişik və birinci dəfədir ki, Bakı şəhərində bizim paytaxtımızda keçirilir və çox gözəl o faktdır ki, bizim idmançılar, siz deyir ki, Bakıda məşq edən idmançılarımız çox yüksək səviyyəlidir və region idmançıları da onlarla mübarizədə, onların birlikdə məşq eləyərək onların da ustalıqları artır və çox faydalıdır bizim üçün Bakı təlim məşq toplanışları. Biz həm uşaqları randeri, yəni güləşmək, sparing məşqlərinə, həm Sumqayıt şəhərinə, həm Bakının aparıcı idman klublarına aparmışıq və orada faydalanmışıq. Hal-hazırda artıq 10 gündən çox keçib ki, bizim idmançılarımız, region idmançıları burada təlim məşqdədirlər və onların səviyyələri bu günlər ərzində göz qabağında da artır. Gündən günə artır. Artıq bir neçə gün qalıb təlim məşqin sonuna. Ümumiyyətlə, region uşaqlarının arasında perspektivli idmançılarımız, cüdoçularımız var və biz əminik ki, onlar necə Bakıda təlim məşq toplanışlarında da məşq edirlər. Bir sıra region müəllimləri də burada iştirak edir. Davamiyyət getsə, regionlarda da belə işləsələr, mən əminəm ki, çox böyük konkurensiya olacaq bizim paytaxt idmançılarımıza da.